Salam dəyərli vətənlərimiz, hər vaxtınız xeyir olsun. Allah azadarlıqlarınızı qəbul etsin. Azərbaycan və İran bu iki xalqın bir ortaq nöqtəsi, bir ortaq dərdi və bir ortaq izzəti var. O da Kərbəladır. Bu iki xalqın qadınlarına Həzrəti Zeynəb salamullah əleyhə örnəkdir. Ondan nümunə götürüblər, ondan fədakarlıq, ondan iffət öyrəniblər. İran-İraq müharibəsində, eləcə də bizim ölkəmizdə Qarabağ savaşında övladları şəhid olan analar dedilər ki, biz övladlarımız üçün ağlamalıyıq. Yalnız Həzrəti Hüseyn əleyhissalam üçün ağlayıb, onun üçün göz yaş tökərik. Bu söz, bu duruş Həzrəti Zeynəbin Kərbalada sərgilədiyi mövqeyin bariz bir təcəssümüdür. Çünki o xanımın da övladları şəhid olanda xeymədən qırağa çıxmadı. Dedi, qardaşım Hüseyn utanar. Bax, bu hərəkət, bu rəftar iffətin, imanın və Allah yolundakı fədakarlığın zirvəsidir. Biz İmam Hüseyn aşiqiyik. Bizi bir-birimizə, bu iki xalqı bir-birinə İmam Hüseyn eşqi birləşdirir. Biz o məktəbin yetişdirməsiyik. Bu xalqlar o məktəbdə yetişib. Bu xalqların qadınları üçün, iffətli ana və bacıları üçün Həzrəti Zeynəb və kişiləri üçün Həzrəti Əbülfəzl Abbas örnəkdir. Necə ki, düşmən Həzrəti Əbülfəzl Abbasa Kərbəlada əmannamə verdi, İmam Hüseyni tək qoysun deyə. Amma canı bahasına belə olursa olsun, Həzrəti Əbülfəz bu əmannaməni qəbul etmədi. Əsl Azərbaycan kişisi də elə belə olar. Zamanəmizin Yezidi və düşməni olan İsrailin əmannaməsinə inanıb öz müsəlman və haqq olan qardaşını Livanda, Qəzzədə və İranda heç bir zaman tək qoymaz. Çünki biz Həzrəti Əbülfəz aşiqiyik.